Turşu kələm immunitet sistemi və həzm üçün faydalıdır. Tərkibində çoxlu vitaminlər C, A, E, B və minerallar var. Onların sayəsində dərinin və sümüklərin vəziyyəti yaxşılaşır. Məhsul bağırsağın sağlamlığını dəstəkləyən probiotiklərlə və bağırsaq hərəkətini normallaşdırmağa kömək edən liflərlə zəngindir. Odur ki, gəlin hamımız birlikdə bu turşunu hazırlayaq. Doğranmış kələmin hər kiloqramı üçün bir orta ölçülü kök götürüb sürtkəcin iri gözündən keçiririk. Hər kiloqram üçün bir xörək qaşığı duz tökürük. Güc vermədən yüngülcə ovxalayıb qarışdırırıq. Kələm qarışdıqca duzun təsirindən həcmi kiçilir və susalır. Bankalara yığıb əlimizlə sıxlaşdırırıq. Həmişəki kimi nəsə yadımdan çıxmalıdır. Dəfnə yarpağı və qara istiotu bankanın dibinə töksəniz daha yaxşı olar. Mən artıq üstə və ortasına əlavə etdim. Bankanın ağzını axıra qədər kələmlə doldurmuram. Fermentləşmə zamanı qıcqırma baş verir və kələmin suyu daşır. 3-4 gün ərzində bankalar mütləq şəkildə otaq temperaturunda qalmalıdır ki, qıcqırma baş versin. Hər gün səhər və axşam taxta çubuqla, dəmir olmasın, çünki dəmir reaksiyaya girir və acılıq verə bilər. Taxta çubuqla bir neçə yerdən dəlik, tam bankanın dibinə qədər dəlik açırıq ki, orada əmələ gələn qazlar çıxsın. Əks halda kələmdən pis qoxu gələcək. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun deyirəm. İzlədiyinizə görə minnətdaram.